Müqəddəs Ramazan və Novruz bayramları münasibəti ilə Masallı rayon Ərkivan qəsəbəsində əstəminatlı ailələr üçün Ramazan ətirli Novruz adlı xeyriyyə aksiyası təşkil olunub. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya qəsəbədə yerləşən Həsənə Küçə Mərasim evində baş tutub. Bayram əhval-ruhiyyəsində keçən tədbirdə xeyriyyəçilər və ictimai fəallar iştirak ediblər. Azərbaycan xalqı ta qədimdən dini bayramımız olan Ramazan bayramını özünə məxsus qeyd ediblər. Eləcə də bizim xalqımızın milli bayramı Novruz bayramı. Çox təsadüf hallarda Ramazanla Novruz eyni vaxtda qeyd olunur. Həmin o sevinci biz bu mart ayında yaşayırıq. Ərkivan Xeyriyyə Cəmiyyəti olaraq bütün Ərkivandan olan əstəminatlı ailələr üçün hər iki bayramı birlikdə qeyd eləmək məqsədi ilə Ramazan ətirli Novruz aksiyası keçirdirik. Bu Novruz aksiyasında əstəminatlı ailələr bayram sovqatları ilə təmin olunur. Bu çox sevindirici haldır. Amma biz çox istəyərdik ki, bizim xeyriyyəçilərimizin sayı artdıqca əstəminatlı ailələrimizin sayı bir o qədər azalsın. Tədbirdə çıxış edənlər belə aksiyaların cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin möhkəmləndirilməsinə töhfə verdiyini qeyd edərək, aksiyanın təşkilinə və sovqatların hazırlanmasına dəstək göstərən xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər. Bugün Ərkivan Xeyriyyə Cəmiyyətinin xeyriyyə aksiyasına başlamışıq. Qarşıdan Ramazan bayramı, Novruz bayramı gəlir. Ramazan bayramı, Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edirəm. O cümlədən Ərkivan qəsəbə sakinlərinin hamısını təbrik edirik. Onlara uzun ömür, can sağlığı, işlərində uğurlar arzulayırıq. Bu aksiyanı həmişə davamlı olmağını arzulayırıq. İstəyirik ki, belə aksiyaların sayı daha da çox olsun. Az təminatlı ailələrə bu yardımlar daha çox olunsun. Bugünkü aksiyamızda bu cür xeyriyyə işlərində iştirak edən hər bir ərkivanlıya öz minnətdarlığımı bildirirəm. İstəyərdim ki, bu xeyriyyəçilərin sayı biraz artıq olsun, biraz da köməkliyimizi göstərək. Humanitar aksiya çərçivəsində hər birinin dəyəri 60 manat olan 136 ədəd bayram sovqatı könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılıb. Bismillahirrahmanirrahim. Ramazan bayramı münasibəti ilə və Novruz bayramı münasibəti ilə bütün ərkivanları təbrik edirəm. Çünki bu aksiya keçirilir, bu aksiya bir neçə il bundan qabaqda başlayıb və bu aksiya davam edir. Bu Novruz bayramı və Ramazan bayramı münasibəti ilə iyanə edənlərin hamısını təşəkkür edirəm. Çox sağ olsunlar və davam eləsinlər bu aksiyanı. Çünki az təminatlı ailələrə yardım 136 nəfərə şamil edilir. Allahın köməyini də hal-hazırda bunlar yığılıb və az təminatlı ailələrə bölüşdürəcək. Mən bu barədə bu münasibətlə hamını təbrik edirəm və iyanə edənlərin hamısına can sağlığı edirəm. Təşəkkür edirəm hamısına. Çox sağ olun. Qeyd edək ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyalarında etik səbəblərə görə sovqat aparılan ailələrin kimliyi açıqlanmır. Bayramınız mübarək olsun. Ərkivan Xeyriyyə Cəmiyyətinin Ramazan aksiyasına iyanə edən hər kəsə təşəkkür edirik. Gücümüz birliyimizdir.